Herkese salamlar. Bu günlerde 14 dekabrda Şəhla xanım adlı bir qadının videosuna baxdım. Onu da son günlərdə kəşf eləmişəm. Səmimi şəkildə lazım olanda söyüşlər, doğru da edir. Heç olmazsa o cür tikan çıxır ürəyimizdən. Yəni çox dəhşətli bir hadisədən bəhs etdi. Yəni 14 dekabrda onu dinləmişəm. Hələ də təsirindən çıxmıram. Şəhla xanıma da şəfa diləyirəm. Son videosunda xəstə olduğunu yazır. Çünki belə insanlar biz deməsək, yəni kimlərsə yanmasa və yananlar dillənməsə, bu cəmiyyət sağalası bir şey deyil. Bəzən deyirlər, yaralayan insan, yəni yaralı olan yaralayar. Xeyr, yara alanlar, yananlar bunu bilir və kimsəni yandırmamağa, yaralamamağa çalışır. Yalnız sadəcə özünü düşünən, narsist, ondan sonra psikopat, sosiopat, belə insanlar başqalarını ağrı verməyi, əzab verməyi rəva görür və hətta bundan həzz alanlar da var. Mən Şəhla xanımın videosunu bütöv dinləyirsiniz. Bu videoda yəni gənc bir gəlinə köçdüyü evdə oğlan doğuzdurmaq istəyirlər. Birinci qız uşağı olduğuna görə abort edirlər, ikincisində abort etdirirlər və sonra qadın ümumiyyətlə uşağı qalmır və gəlini boşamaq istəyirlər, çölə tullamaq istəyirlər. Yəni mən burada bu monster, bu qaynanalar var. Mən bunları görmüşəm. Mən sadəcə burada dəhşətə gəlirəm ki, bu gənc qadının anası yoxmu? Anası da o qaynana qədər eyni səviyyədə günahkardır. Yəni sən necə anasan ki, öz qızının başına bu cür oyunların, yəni bu elə bir dəhşət verici hekayədir ki, təsəvvür ki, mənim saçlarım biz durdu. Yəni mənim uşağımın başına kim bu oyunu gətirə bilər? Yəni sən necə anasan? Birinci uşaq doğmayın, doğubsa sahib çıxın. Yəni heyvan öz balasına bunu etmir. Yəni sən necə anasan ki, qızını bu günə salıblar və susubsan. Yəni dəhşətdir. Mən ona görə deyirəm, analar dəyişməlidir. Tamam, gənc qadınlara sözüm budur ki, analarınız ola bilməyiblər, ola bilmirlər. Siz bari cəsarətinizi yumruqlarınıza toplayın və özünüz üçün güclü olmağa çalışın. El aləm deyib utanmayın nələrsə deməyə. Əksinə, utanılası şeylər eləyən el aləm sizə ayıb eləyir. Onlar hər şey gizlində, kimsə imkanlıdırsa hər cür ayıbı örtürülür, digərləri gizlində eləyirlər və onlar başqalarına ağıl verirlər. Yəni ayıb deyilən şeylər bizdə ayıb deyil, əksinə ayıb olmayan şeylər bizdə. Bizdə hər şey tərs ayaqdır, baş ayaqdır. Hətta bu günlərdə Molla Nəsrəddin jurnalından bir karikatura görmüşdüm ki, oğlan uşağı doğanda necə reaksiya verirlər, qız uşağı doğulanda necə reaksiya verirlər. Amma bu 21-ci əsrdə təsəvvür edin ki, görün vəziyyət necə acınacaqlıdır. Hələ kimsə cəsarət edib bunu deyir. Belələri yüzlərlədir. Və sonra da deyirlər ki, cəmiyyət niyə bugünə düşür? Əgər bir cəmiyyətdə qadın insan yerinə qoyulmursa, onun doğduğu uşaqlar necə ola bilər? Bilgi ən böyük silahdır, əzizlərim, bilgilənin, silahlanın, özünüzü və övladınızı qoruyun. Baxın, sonunda qadın ana olmaqdan da məhrum edildi. Və o gəlin cəsarətli olsa, o qaynananı məhkəməyə verər. Çünki onu 2 dəfə məcbur ediblər uşaq götürməyə və indi o ana ola bilmir. Yəni utanmaq başqa şeydir, əzizlərim. O utanası şeylər eləyənlərə söz deyilməyə, bax cəmiyyət bu günə düşdü, meydan onlara qaldı. Şəhla xanıma da şəfa diləyirəm, sağalsın və tezliklə yenidən öz videoları ilə cəmiyyəti məlumatlandırsın və bu çaqqal-çuqqal bu cür iyrənc yaratıqlara da ancaq belə bir qədər onları qısnaya bilərik, bir qədər nələrisə azalda bilərik, kimlərəsə cəsarət verə bilərik. Mənə Günel adında bir qız elə bir məktub yazıb ki, yəni məktub demək deyil, elə bil ki, mən o məktubu oxuduqdan sonra, məktub deyəndə ki, bu direktə yazırlar da şikayətlərin. Faciəvi elə bir film izlədim. Yəni o faciəvi kinolara baxarsan, film ucuzlara, qorxu filmlərinə. Elə bir qorxu filmi kimi bir məktub idi yəni. Qaynana gəlin, yəni ana övlad deməkdir də. Ana övlad, qaynana gəlin. Deməli, gəlin hamilə olur, gəlinin adı Güneldir, qaynananın adı Mehbarə.
Gəlin hamilə olur, qaynana bunu aparır həkimə, göstərirlər bir neçə aydan sonra. Baxıb görürlər ki, uşaq qız olacaq, dünyaya gələcək. Gedirlər bunu abort eləyirlər ki, biz oğlan istəyirik. Mənə diqqətlə qulaq asın. Ondan sonra yenə ikinci dəfə gəlin hamilə olur. İkinci dəfəsində təzə gəlin deyir. İkinci dəfəsində yenə bunu aparır həkimə göstərirlər. Qaynana məhbarə oğlan istəyir. Yenə də aparat qız göstərir. Bu uşağı da aldırırlar. Bunu da aldırırlar. Gəlin mənə məktubda yazıb ki, mən deyir, indi uşağa qala bilmirəm deyir Şəhla bibi. İndi də məni deyir, boşamaq istəyirlər.